Son günlər sosial şəbəkələrdə bu şəkil qabağınıza çıxıb, bu oyuncağın müxtəlif videoları qabağınıza çıxırsa, onda siz də mənim kimi şoka düşürsünüz. Elə bu dəqiqə TikTok, Instagram partlayır bu oyuncağın şəkil və videolarından. Niyə? Bu nə oyuncaqdır? Niyə insanlar yüzlərlə, hətta minlərlə dollar pul verirlər bu oyuncağı alırlar? Bu nə məsələdir belə? Adı nədir? Kim onu çıxarıb? Və ən əsası niyə bu oyuncaq trend olub? Gəlin Texnobro bu haqda sizə danışsın. İndidən kanala abunə olub və videonu bəyənməyi unutmayın. Sonda isə şərhlərinizdə də sizin fikirlərinizi gözləyirəm. Bu oyuncağın adı Labubu'dur. Çinin Pop Mart şirkətinin dünyaya satdığı bir vinil figurlar seriyası. Xüsusilə seriyaların biri The Monsters adlanır. Müxtəlif variasiyalar da ola bilər. Bəzən çox şirin, ağlayan, romantik, zombi kimi gözləri olur. Bəzən gülümsəyir, bəzən isə biraz da qorxunc görüntüsü olur. Yəni fərqli figurlar ola bilər bu seriyada. Lakin onlar fərqli versiyalar olsalar da onları birdən istəsən belə almaq olmur. Çünki blind box formatında satılır. Yəni sən o qutunu alırsan, amma bilmirsən içindən hansı biri çıxacaq, hansı Labubu səndə olacaq. Bəzi insanlarda o nadir rastlaşan, yəni az çıxan modellər əlinə düşdüyü üçün onların qiyməti rahat artır. Belə ki, qiymət 30-40-dan başlayaraq yüzlərlə, hətta bəzi Gold Edition'dan, Special Edition'lar hətta minlərlə dollara satıla bilər. Üstəlik Pop Mart bu figurları hazırlayarkən onu belə sanki vitrinli, minimalist, dəbli və biraz da mem şəklində buraxdığı üçün insanların da onu Instagramda, sosial şəbəkələrdə, TikTokda paylaşmaq istəməkləri də təbii görünür müasir trendlərə əsasən. Bir çoxları hətta bu oyuncaqların belə qəribə görünüşünə görə, qəribə deyərkən ingiliscə buna creepy cute, yəni biraz qorxulu, biraz şirin tərzdə hazırlanır. Yəni bu iki belə baxanda qorxunc və şirin bu bir-birinə əslində zidd olan bir təəssüratların bir figurda belə tərənnüm etməsi də artıq onu bir sanki sənət nümunəsinə, bir avangard bir yəni oyuncaqdan biraz yüksək, daha bir avangard, bir müasir sənət əsərinə çevirir deyə bir çoxları üçün bu adi bir oyuncaq deyil, məhz sənət əsəri evdə yuxarı başda yığmaq, gələcəkdə bir kolleksiyası təəssürat yaratmaq üçün əla bir şansdır. Amma sənət bir qırağa, əlbəttə ki, yəqin ki, razılaşarsınız ki, əksəriyyət insanlar onları yalnız trend olduğuna görə axtarıb, alır və məhz paylaşıb çəkmək üçün baxın görün məndə nə var, baxın görün mən də trenddən dala qalmıram kimi mesajı vermək üçün sosial şəbəkələrdə daha populyar, daha aktiv və baxımlı olmaq üçün onları əldə edib nümayiş etdirir. Əksər hallarda isə onları hətta bahalı çantaların yanında aksesuar kimi yeri gəlmişkən birinci bunu səvilməmsə məşhur Cənubi Koreya qrupu Blackpink'in üzvü aksesuar kimi göstərdi. Ondan sonra onların fanat ordusunun hamısı dükanlara sadəcə olaraq hücum elədi ki, o oyuncaqları əldə etsin və onların kumirləri, idolları kimi onlar da o oyuncağı assın öz çantalarından. Ya da onun populyarlığı həm də təbii ki, böyük bir marketinq, uğurlu bir marketinq strategiyası oldu. Pop Mart şirkətinə hal aldı. Çünki düz hədəfə vurdu. Hər şeyi hesablayıb insanların zövqünü, kolleksiya yığmaq həvəsini, onları nəyisə idollaşdırmaq, nəyisə belə diqqət sahibi olmaq üçün nəyisə paylaşıb viral etmək, bütün bunları yığıb bir yerə, bax bu heç nədən, necə də havadan bir məhsul ortalığa çıxartdılar və bu dəqiqə nəinki onların orijinalları böyük bir maraqla qarşılanır və dükanlara gələn kimi ani şəkildə dəqiqələr ərzində dərhal süpürülür bütün piştaxtalardan. Hətta onların kopyaları, replikaları, fake'ləri belə part-apart satılır. Hələ ki bugünün trendi Labubu'dur və bu trend nə qədər davam edəcək bilmirəm, amma hər halda yəqin də o da dediyim kimi bu əşqadır və bir çox digər trendlər kimi müvəqqəti olacaq. Siz nə fikirləşirsiniz? Bu sənətdir yoxsa marketinqdir? Bu cür oyuncaqların yayılması sadəcə olaraq satış əldə etmək üçün növbəti bir bəhanədir, yoxsa kiminsə bir nəyinsə təbliğat kimi istifadə etdiyi bir strategiyadır? Mənə sizin fikirləriniz maraqlıdır. Şərhlərdə onları qeyd edin. Kanalda hələ də abunə olmamışsınızsa mütləq abunə olun, çünki burada texnologiyalar, trendlər, sosial şəbəkələr haqqında danışırıq və danışmağa davam etdirəcək. Növbəti videoları izləmək üçün mütləq bizi də bütün sosial şəbəkələrdə izləyin. Hələlik.